Qoca Ramiz əsgərləri, Alışanov, oliqarxlar hamısı, indi Əhməd Əhmədzadə, bunlar nazirlikdən gedirlər, idarə rəisliyindən gedirlər, çünki ifşa olunublar, bilinirlər kimdir, yerlərinə qoyduqları adam onların öz övladlarıdır. Övladları deyəndə fiziki baxımdan demirəm, onlara bağlı olan adamlardır. Gedin, gənc nəsil vəzifəyə qoyulan adamlar var, nazirliklərə. Onların atalarını, dədələrini yoxlayın. Görün, Ramiz Mehdiyev onları nə bağlayır. Tək Ramiz yox. Biri Məmməd Yarovla, biri Abbas Abbasovla, Putler Rəhəmli ilə, hərəsi birindən bağlı olan adamlardır. Adını da necə qoyurlar? Bu, Amerikada oxuyub, Avropa təhsillidir. Çox tərbiyəsi biz təbliğat da aparırlar, Zahir bəy. Həm də deyirlər ki, bu ailəyə bağlıdır. Yəni, niyə? Qəsnən, iz azdırmaq üçün. Bunların hamısı ortaya çıxacaq. Hamısı ortaya çıxacaq. Məqsəd nədir? Qoca onsuz da 10 il işləyəcək, gedəcək. İfşa olunub, onun kadrları orada artıq yaşıya bilməyəcəklər, qala bilməyəcəklər. Nəsli dəyişirlər ki, daha bir 30 il ömürlərini uzatsınlar. Və o yeni nəsildə, onların bütün qurum və quruluşda olan nəsillərini yenidən görəvə gətirir. Görəvə gətirməklə daha bir 30 il o nazirlik yenidən hara bağlıdır, ora xidmət elətdirir. Dövlət inkişaf eləyənmir. Azərbaycanda su agentliyi var da, dövlət su agentliyi. Bəli, su ehtiyatları. Bu gün Azərbaycanda su içkisi bilirsiniz neçə faizdir Zahir bəy? %50. Nə danışır? Bəli. İçki? Bəli. Sorğu verin. Hara itir bu? Qorxmazın dövründə bu %35-40 arası idi. Bəli. İndi %50 olub. Necə olur bu? Bu dövlətə qarşı təqribatın içərisində kimlər iştirak eləyir? Hələ də Əhmədzadə nə qədər meliorasiyanı idarə eləyirdi. İndi Azərbaycan Su Dövlət Agentliyi adı altında həm Azərsunu idarə edir, daha böyük imkan əldə eləyib. Həm də meliorasiya, bəli, həm də meliorasiyanı. Öz kadrları da görəvdədir, müəyyən kritik yerlərdə. Bir gənc soydaşımızı da nazir təyin eləyiblər, Zahir bəy. Əhmədzadə oranı idarə edir, o da qalıb onun əlində girinci. Heç nə də eləyənmir. O nazirliyə o cavab vermir. Nazir qoyulub, nazirliyə nazir nəzarət eləyənmir, Əhməd Əhmədzadə yan quruluşlardan idarə eləyir. Bir qismini Abbas Abbasovun adamları tərəfindən idarə eləyir. Akif Çovdarovun adamları oradadır, hamısı. Keçmiş nazir, Təhlükəsizlik Nazirliyi, Eldar Mahmudov, bütün bu çətələşmə Azərbaycanı 10 il bundan qabaq su meliorasiya, bilirsiniz, onlar böyük miqdarda milyardlarla kredit alan şirkətlərdir. Oradan Azəravtayol servis üzərindən bunlar Azərbaycanın nə qədər kredit alınıb, neçə milyard bir boşluq almışıq, yarısını dağıdıb, yarısından çoxsunu götürürlər özlərinə, dövlət və millət xarici banklara borçlu qalır. Hələ də onlar öz strukturlar davam etdirirlər bu ölkədə. Adlarla məsələni biz müzakirə edib çıxarda bilərik. Zahir bəy, necə olur ki, Gəncədən bir adamı gətirir, vəzifəyə qoyurlar, idarə rəisi, böyük bir vəzifəyə. Bir də baxın, sıravi işçiləri də Gəncədən gətirirlər Bakıya. Niyə? Sabah Bakıda xalq ayaqlanması olanda hamısını ayağa qaldıra bilsinlər, çoxunluq təşkil eləsinlər. Necədir sizin? Kim eləyir bunu? Bunu alternativ dövlət. Ramizin strukturuna bağlı olan, hələ də nazirliklərə nəzarət edən qüvvələrdən danışıram, Zahir bəy. Siz elə bilirsiniz ki, dövlətin ali maraqlarına qulluq eləyir, yox. Hələ də Ramiz Ənveroviçin qurduğu paralel dövlət, dövlətin üzərində böyük mənada hakimdir. Sadəcə özlərini üzə çıxaran millər ifşa olunmuş adamlardır. Yeni kadrlarını da üzə çıxaran millər o özləri qədər təcrübəli deyil. Danışdıran kim quş buraxacaq, bilinəcək ki, bu kimdir. Ona görə deyirlər, siz danışmayın, özünüz aparın ki, bu Harvardda oxuyub, yalandan sertifikat alıblar. Filan universiteti oxuyub, yeni oxumayıb, Macaristanlı oxuyub, Avropanın ayrı şəhərlərində oxuyub, alıb, diplomu var, adına qoyurlar ki, bu yeni nəsildir, köhnələrə heç bir adiyyəti yoxdur. Əslində köhnələrin övladlarıdır.